Göygöl Topal Həsənli Şəhriyar avtomobil yolunun 8-ci kilometrindən ayrılan Zurnabad-Gəncə Molla Cəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb. 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10,2 km olan Zurnabad-Gəncə Molla Cəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5,2 km olan Zurnabad-Gəncə qəsəbəsi hissəsində yenidən qurma işlərinə start verilib. Əsasən çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 4-cü texniki dərəcəyə uyğun olaraq aparılan yenidən qurma işləri ilə bu problemlər aradan qaldırılır. Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir. Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad-Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif ölçülü su ötürücü boruların inşası aparılır. Bununla yanaşı, layihənin sözgedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur. Bütün işlər inşaat norma və qaydalarına əsasən yüksək keyfiyyətlə icra olunur. Yenidən qurma işlərinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xəttlərinin çəkilişi aparılmaqla sözgedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.